Ayın səssiz hədiyyəsi. Yapon nağılı. Biri var idi, biri yox idi. Uzaq dağların arxasında, dumanlı bir vadidə kiçik bir kənd vardı. O kənddə axşamlar tez düşərdi. Günəş batanda hər yer sakitləşər, evlərin pəncərələrində kağız fənərlər yanardı. Həmin kənddə Aiko adlı balaca bir qız yaşayırdı. Aiko digər uşaqlardan biraz fərqli idi. O gecələri çox sevirdi. Çünki gecə olanda ay doğurdu və hər yer yumşaq, gümüşü işığa bürünürdü. Bir axşam Aiko evin qarşısında oturmuşdu. Ay yenə göyə qalxmışdı. Onun işığı torpağa düşür, hər şeyi sanki sakitcə qucaqlayırdı. Aiko diqqətlə baxanda gördü ki, ay işığı torpaqda xırda parıltılar yaradır. O asta səslə dedi: "Ay işığı, sən niyə belə sakit və gözəlsən?" Elə bil ay onu eşitdi. İşığı biraz da artdı, daha da parıldadı. Aikonu maraq bürüdü. O balaca şüşə qab götürüb ay işığının düşdüyü yerə yaxınlaşdı. Təəccüblüdür ki, qabın içində incə, parlaq bir işıq toplanmağa başladı. Aiko çox sevindi. Demək ay işığını yığmaq olurmuş. Kənddə kədərli bir uşağın yanına getdi. Uşağın atası uzaq şəhərə işləməyə getmişdi və o çox darıxırdı. Aiko şüşəni ona verib dedi: "Gecə qaranlıq olanda, ürəyin sıxılanda bax bu şüşəni aç." Uşaq elə həmin gecə şüşəni açdı. Otaq yumşaq ay işığı ilə doldu. İşıq nə göz qamaşdırırdı, nə də qorxudurdu. Sadəcə ürəyə sakitlik verirdi. Uşaq özünü daha az tənha hiss etməyə başladı. O gündən sonra Aiko hər gecə ay işığını topladı. Kim qorxurdusa, kim xəstə idisə, kim kədərlənirdisə, ona biraz işıq pay aparırdı. Amma bir gecə ay görünmədi. Göy buludlarla örtüldü. Kənd qaranlığa qərq oldu. Uşaqlar narahat oldular. Aiko da göyə baxıb pıçıldadı: "Ay, ay, sən hardasan?" Əslində o gündən Aiko başa düşdü ki, ay işığı yalnız göydə deyilmiş. O əvvəldən qalan işıq şüşələrini bir-bir kəndlilərə paylayıb dedi: "Sizdən bir şey xahiş edəcəm. Bu gecə işığı bir-birinizlə bölüşün. Razılaşdıq?" İnsanlar şüşələri açdılar. İşıq bir evdən o birinə keçdi. Bir pəncərədən digərinə, bir ürəkdən başqasına. Səhər açıldı, buludlar çəkildi. Ay görünmürdü, çünki səhər olmuşdu. Amma kənd əvvəlkindən daha işıqlı idi. Aiko anladı ki, işıq paylaşdıqca çoxalırmış. O gündən sonra kənddə belə deyirdilər: "Qaranlıqdan, təklikdən qorxma. Bir ürək qədər işıq kifayətdir." Hə mənim şirinlərim, nağlımız da beləcə sona çatdı. Göydən çoxlu çiçəklər töküldü. Biri səni, biri məni, biri onu, biri bunu, qalanı isə yer üzündəki bütün uşaqların. Şirin şəkər balalar, şirin yuxular. Tanrı olsun sizə yar.